Şəhidlərimizin anım günüdür. Onları dərin hüzünlə anırıq və valideynlərinə, yaxınlarına başsağlığı veririk. Azərbaycan xalqı həmişə bu günlərdə öz qeyrəti ilə, namusu ilə həmişə özünü göstərib və xalqımızın birliyini nümayiş elətdiribdir. Bugün Bərdə şəhərində 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir çərçivəsində şəhid ailələri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Bərdədən olan şəhidlərin məzarları önünə gül dəstələri düzülüb. Onların xatirəsi dərin ehtiramla yad edilib. Bugün 20 yanvar qanlı Azərbaycanın başına gələn qanlı 20 yanvar günü Azərbaycanımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin anım günüdür. Onları dərin hüzünlə anırıq və valideynlərinə, yaxınlarına başsağlığı veririk. Azərbaycan xalqı həmişə bu günlərdə öz qeyrəti ilə, namusu ilə həmişə özünü göstərib və xalqımızın birliyini nümayiş elətdiribdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 44 günlük müharibə onun davamı olaraq sübut edib ki, Azərbaycan xalqı çox mərd və müstəqilliyi uğrunda canlarına keçməyə bacaran bir millətdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bugün Şəhidlər Xiyabanında Bərdə rayonunda 20 yanvardır gördüyünüz kimi. Allah 20 yanvar şəhidlərinə xüsusən rəhmət eləsin. Onlar əl yağı düşmənin qabağına çıxıblar. Onlar da bizim Azərbaycanın qurulmağında böyük dəstək olublar. Allah onlara qənim-qənim rəhmət eləsin. Onun üçün biz burada qarda boranda durub saat 12-ni gözləyirik ki, sükut verirlər, biz də bir fatihə verək, Quranı oxudaq, ondan sonra gedək işimizin dalınca. Onun üçün biz bu hər dəqiqə, hər zaman onları qarda, boranda yox, bütün hər bir zaman onları biz gözləməyə bizim biz eləməliyik onu. Bizim borcumuzdur, bizim boynumuzun borcudur. O şəhidlər bizim quru mənbəyimizdir, baş tacımızdır. Onun üçün də Allah 20 yanvar şəhidləri gələcək, xüsusən rəhmət eləsin ki, yağı düşmənin qabağına çıxırlar. Bugün də qarda boranda gələcəklər. Biz onları bugünkü gündə burada bəkləməyə, gözləməyə bizim borcumuzdur, boynumuzun borcudur. Kamil, sən də sağ ol ki, Allah səndən sağ ol versin ki, sən bunu işıqlandırırsan, bizim Şəhidlər Xiyabanı görürsən, bütün cəmaat gəlib buranı ziyarət edir. Məmurlar da gəlmişdi. Yəni onu demək istəyirəm ki, bizim heç vaxt şəhidlərimiz unudulmayacaq. Həmişə bizim şəhidlərimiz baş tacımızdır. Biz şəhidləri ölənə qədər unutmayacağıq. Gələcək nəsildə inanmam ki, unutmaz. İnşallah. Sağ olun, Allah şəhidlərimizə rəhmət eləsin. 20 yanvar şəhidlərinin və bütün vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi daim uca tutulacaq. Onların göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq. Kanal 21 kollektivi olaraq 20 yanvar şəhidlərinin ruhuna Allahdan rəhmət diləyir. Bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.